Bu gün müğənni Günay İbrahimlinin ad günüdür. Axşamaz xəbər verir ki, sənətçi arxiv görüntülərini paylaşaraq xatirələrini bölüşüb. Balaca olanda elə bilirdim ki, böyük adamlar böyük olurlar. Qorxmurlar, üzülmürlər, qayğısız olurlar. Uzaq baxırdım o yaşlara. 35 yaşlı adam mənim təsəvvürümdə böyük adam idi. Böyüyəndə olmaq istədiyim adam idi, deyir. Hətta ən böyük xəyanət uşaqlıq arzularına xəyanətdir. Bayaq baxdığımız videonu izləyəndə anladım ki, mən uşaqlıq arzularıma xəyanət etməmişəm. Başa düşdüm ki, böyümüşəm. Xoş gəldin 35. Sən gəldiyin üçün yox, mən səni uşaqlığımdakı o saflıqla qarşılaya bildiyim üçün xoşbəxtəm.